Salam, hər vaxtınız xeyir olsun, dəyərli YouTube izləyicilərimiz. Bugün sizə yenə də həm evin, həm də torpağın kupçası olan belə bir gözəl həyət evimizdən tanış eləyəcəm sizi. Videomuzu sona qədər izləməyiniz məsləhətdir. Qiyməti də çox yaxşı, münasib qiymətlə satışa çıxıb. Evin yerləşmə yeri Sabunçu rayonu Savalan yaşayış massividir. Magistral yoldan 50-60 metr məsafədə yerləşir. Hər bir tərəfi yaşayış olan yerdir. Ümumilikdə 3 sot torpaq sahəsindədir. Yerdən də 6-7 daş kürsüdə tikilib. Hələ mən görsənən kürsünü deyirəm. Özünüz də görürsünüz, yenə əlavə kürsüsü var. Heç bir zabora bitişiyi yoxdur. Zaborlardan məsafəsi saxlanılaraq tikilib. Evimizin padvalına da girişi var, çardağına da girişi var. Gedək digər tərəfdən də evin arxasını sizə göstərim. Həyətimiz tamit daşlarla döşənilib. Jalüz darvazası var, əlavə kiçik qapısı var. Balkonlu evdir, evin mətbəxindən də birbaşa balkonuna çıxmaq mümkündür. Evimizin qiyməti 115 min manatdan satışa çıxıb. Təbii ki, real alıcılarımız olsa, qiymətdə də indirim olunacaq evin sahibi tərəfindən. 130 kvadratda evin ümumi sahəsidir. Hər tərəfi yaşayış olan yer, çox hündür yerdə yerləşir. Burada qətiyyən nəmişlik olmur. İndi isə keçək evin içinə. Evimizin altı beton, üstü kəmər. Dörd bir tərəfi qoşadaşla tikilib. Kombi sistemi çəkilib. Bura balkon hissəsi. Mətbəxdən də balkona çıxa bilirsiniz. Dəhlizdə evdə gördüyünüz kimi dəhlizə daxil olduqda sağda gəlir mətbəx. Mətbəxdə isə həm yerdə kafeli hissə vurulub, mebel arası kafeli də döşənilib. Pəncərəsi də yerdən olan şəbəkə pəncərədir. Evin tikintisi zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. Burada qonaq otağımızdır. Kombi sistemi çəkilib, aboyları var, yeni vurulub, pollarda laminatdır. Ev yeni təmirdən çıxmış evdir, yaşayış olunmuyub. Məlumatları bir daha təkrar edirəm. Sabunçu rayonu Savalan yaşayış massivi. Yoldan 50-60 metr məsafədə. 3 sotun içində 4 otaq, 130 kvadrat. Sənədi evin də torpağında kupçası. Qiyməti də 115 min manat. Əlavə də nə sualınız olsa buyurun zəng eləyərək məlumat alın. Əziyyət çəkib hələ də videomu izləməyə davam edirsinizsə, zəhmət olmazsa kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər. Göz haqqınızı da halal edin. Bu qədər. Bu da sonuncu otağı idi.